Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən və insan məskənlərindən biri Azərbaycan. 5000 illik dövlətçilik tarixi və zəngin dili olan Azərbaycan. Gözəl təbiətindən, bol sərvətlərindən intellektual təfəkkürünə, zəngin ədəbiyyatına, dünya şöhrətli mədəniyyətinə nur düşən Azərbaycan. Əsrlərlə dahi mütəfəkkirlərimizin zəkasından qaynaqlanaraq Bakı Dövlət Universiteti kimi məbədgah yaradan Azərbaycan. 10-cu əsr Əbdülhəsən Bəhməngar, Azərbaycan filosofu və alimi. 11-ci əsr Mahmud Qaşqarlı, böyük filosof, dilçi, alim. 12-ci əsr Nizami Gəncəvi, mütəfəkkir şair, alim və filosof. 13-cü əsr Nəsirəddin Tusi, filosof, astronom, riyaziyyatçı, dövlət xadimi. 14-cü əsr Fəzlullah Rəşidəddin, tarixçi, həkim, görkəmli alim. 14-cü, 15-ci əsrlər İmadəddin Nəsimi, üsyankar Azərbaycan şairi və filosofu. 15-ci, 16-cı əsrlər Şah İsmail Xətai, Səfəvilər dövlətinin banisi. 16-cı əsr Məhəmməd Füzuli, şərq poeziyasının nəhəngi. 18-ci əsr Molla Pənah Vaqif, böyük şair, siyasi və ictimai xadim. 19-cu əsr Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Kazım bəy, Seyid Əzim Şirvani, Abbasqulu Ağa Başxanov, Əbdülrəhim bəy Haqverdiyev. 20-ci əsr Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Hüseyin Cavid, Səməd Vurğun, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtiniski, Camo bəy Hacıniski, Əli bəy Hüseynzadə. Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Heydər Əliyev.